İldə bir 3 dəfə, 4 dəfə maşın gəlir, soğurur, təmizləyir, güya kanalizasiya açırlar. Bu kadrlar Buzovna qəsəbəsindəndir. Sonuncu intensiv yağışdan sonra sakinlər su içində yaşayırlar. Qəsəbədəki evlərin çoxunu su basıb. Təkcə evlərin yox, yolların vəziyyəti də ürək açan deyil. Söhbət qəsəbənin Ayna Sultanova, Aydın Xələfov, Nadir Quliyev və Əziz Mirəhmədov küçələrindən gedir. İlk baş çəkdiyimiz ünvan uzun illərdir burada yaşayan Nailə Məmmədovanın evidir. Nailə nənə deyir ki, aşağı hissəni su bastığına görə evin yalnız ikinci mərtəbəsindən istifadə edə bilir. Qabaq bizim buradan yolda yaxşı kanalizasiya turbaları var idi. 50 ildir mən burada oluram. Belə şeylər olmayıb. Su gedirdi rahat ki, belə yağışlar yağıb axır. Heç vaxt bir qram su olmayıb bizim həyətdə. Gül, çiçək, ağac. Geri qabağa gedə bilsəydiniz, görəydiniz, xaraba qalıb. Digər sakin Nəzakət Ələsgərova isə əvvəllər mövcud olan su kanalının bağlanmasından sonra həyətlərinin belə vəziyyətə düşdüyünü deyir. 70 yaşım olacaq. Mən elə bu məhəllədə yaşamışam, sonra da bura gəlmişəm. Belə şey olmayıb bizdə. Səbəb nədir? Hə? Səbəb nədir? Yağış. Yağış əvvəllər də yağırdı da. Nə olsun, onda olmurdu. Hətta həyətə giriş mümkün olmadığına görə qapısını qıfıllayıb evini tərk edənlər də var. Növbəti yollandığımız evdə vəziyyət daha ağırdı. Elə küçənin mənzərəsindən bizi necə bir mənzərənin gözlədiyini təxmin etmək çətin değildi. Həyətə daxil olanda ev sahibləri bizi ardıcıl düzülmüş daşların üzərindən addımlayaraq qarşıladı. Onu hazırda söndürmüşük ki, bu su dolsun, biraz su evlərin altından su çıxır. Su gedəndən sonra evlərin altından su çıxır, sonra vururuq motoru, vururuq bu ayrı. Bax, bu balənsinə. Səhər də dururuq, gördük, bu daşdandır su. Hal-hazırda həyətdə bu da su yağış yağanda, bax, su gəlir, baba, bu vəziyyət, baba, burada. Bax, suyun baba, bir gördük, baba, bu burada. Yeri qalır, görürsün. 5 qardaşın bircə yaşadığı bu həyətdə bir neçə ildir ki, suyu nasosla çəksələr də qısa müddətdən sonra həyət yenidən gölməçəyə çevrilir. Su evlərin içinə qədər dolduğundan əşyaların bir qismi çölə çıxarılıb. Bütün evlərimizin altında, ona edirəm, həyətdən suyu qırırıq, ondan su gəlir, su dolur. Böyle yaşayış iyi görsən burada qardeş. Bütün hamısını qaldırmışıq. Bax, nə avadanlıqlar var, hamısı çürüyüb. Baba, bir gün sökmüşəm bunları, bax, inanın. Heç nə qalmır. Daha sonra sakinlərlə birlikdə sözü gedən kanala yollanırıq. Kanal bax, oğlum, bax, oradan başlayır. Bax, o maşının yanına, avtobusun yanına.